Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında həyata keçirilən birgə hərbi təlimlər strateji baxımından xüsusi önəm daşıyır. Əminliklə demək olar ki, bu təlimlər iki ölkə arasındakı yüksək səviyyəli etimadın konkret göstəricisi kimi qiymətləndirilə bilər. Əbu-Dabidə keçirilən Sülh Qalxanı 2026 əməliyyat taktiki təlimində Azərbaycan ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçuları birgə iştirak ediblər və hər iki ölkə başçısı bu təlimləri izləyib. Təlimlərin yaşayış məntəqəsi, dağlıq və dəniz mühitində aparılması tərəflərin müxtəlif əməliyyat şəraitlərinə hazırlığını və müasir döyüş ssenarilərinə uyğun çevik bacarıqlarını birgə sınadığını göstərir. Təlim planına uyğun olaraq isə hərbiçilər bir çox tapşırıqları icra ediblər. Bu təcrübə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələr arasında operativ əlaqələrin inkişafına və komanda səviyyəsində koordinasiyanın güclənməsinə mühüm töhfə verir. Qeyd etmək lazımdır ki, Azərbaycan indiyədək bu dərinlikdə və bu miqyasda birgə təlimləri əsasən Türkiyə ilə keçirirdi və Birləşmiş Ərəb Əmirliklərinin bu strateji tərəfdaşlıq dairəsinə daxil olması Əbu-Dabinin Bakı üçün etibarlı və yaxın tərəfdaş olduğunu açıq şəkildə göstərir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında münasibətlərin yalnız diplomatik səviyyədə deyil, eyni zamanda strateji müttəfiqliyə qədər yüksəlməsinin bir göstəricisidir. Qeyd etmək istərdim ki, Azərbaycanın da müsəlman dünyasında etibarlı və təhlükəsiz dövlət kimi qəbul olunması bu bir daha təsdiqlənir və iki ölkə arasında hərbi əməkdaşlıq da yeni bir mərhələdir, yeni bir mərhələyə biz qədəm qoyuruq. Hazırda diqqət təcrübə mübadiləsi, müasir döyüş konsepsiyasının bir-biri ilə təmasda öyrənilməsi, eyni zamanda birgə təlimlər. Yəni, bir daha qeyd etmək istərdim ki, Birləşmiş Ərəb Əmirlikləri regional təhlükəsi baxımdan böyük təcrübəyə malikdir. Azərbaycan da 44 günlük müharibədən sonra bir daha sübut etdi ki, müharibə modelindən formalaşmış ölkədir və təcrübəni bölüşmə istiqamətində addımlar atır. Və keçirilən Sülh Qalxanı 2026 təliminə gəldikdə isə bunun əsas məqsədi iştirakçı dövlətlərin, yəni Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin hərbi kontingentlərinin bir sıra istiqamətdə bacarığının təkmilləşdirilməsidir. Müdafiə sahəsində əməkdaşlıq gələcəkdə daha sistemli və planlı xarakter alacaq. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində müasir silah sistemləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri və hərbi sənaye məhsullarının əldə olunması önəmli istiqamətlərdəndir və Birləşmiş Ərəb Əmirlikləri bu sahədə ciddi texnoloji imkanlara malik tərəfdaşdır. Bu təlimlər real döyüş ssenarisinə daha uyğundur və həm hibrid təhdidlər, terrorla mübarizə, kritik infrastrukturların qorunması kimi müasir təhlükəsizlik çağırışlarını, kiber təhlükəsizliyi, bütün bunların hamısı bu istiqamətdə fokuslanıb. Eyni zamanda həm dosta, həm düşmənə bir mesajdır. Beynəlxalq ictimaiyyətə ötürülən mesaj da budur ki, Azərbaycanın təhlükəsizlik sahəsində tək istehsalçı kimi tanımasınlar. Bu belə deyil, təhlükəsizliyi istehsal edən dövlətdir. Birləşmiş Ərəb Əmirliyi ilə hərbi əməkdaşlıq Cənubi Qafqazda, Yaxın Şərq və Körfəz regionu arasında təhlükəsizlik körpüsünün bir salınması deməkdir. Və gələcəkdə də düşünürəm bu davam edəcəkdir. Birgə istehsal, texnologiya transferi və müdafiə sənayesi sahəsində əməkdaşlıq hər iki ölkəyə strateji və iqtisadi faydalar gətirə bilər. Bununla yanaşı Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələri ilə hərbi əməkdaşlığını əhəmiyyətli edən digər bir amil terrorizm, ekstremizm və transmilli təhlükələrə qarşı ortaq maraqların mövcudluğudur. Bu təlimlər iki dost ölkənin ordular arasında, qərargahlar arasında münasibətlər, birgə fəaliyyət aparılması və bundan sonra da belə təlimlərin və digər hərbi münasibətlərin inkişafından xəbər verir və düşünürəm ki, bundan sonra bu belə təlimlər planlı olacaq, birgə təlimlər olaraq. Yaxın Şərqdə uzun müddət davam edən münaqişələr regionda təhlükəsizlik risklərini artırıb və Azərbaycan bu risklərin yayılmasının qarşısını almaq üçün ərəb ölkələri ilə informasiya mübadiləsi və kəşfiyyat əməkdaşlığına xüsusi önəm verir. Regionda gedən prosesləri qiymətləndirsək, əlbəttə Azərbaycanın təhlükəsizlik baxımından münasibətləri
regionda genişləndirərək düşünürəm ki, regionun da müəyyən bir şəkildə təhlükəsizliyin təminatına xidmət edən münasibətlərdir. Regionda gedə biləcək və qaynar fazaya keçə biləcək proseslər əlbəttə regionda olan dövlətlərin birgə fəaliyyət üçün, birgə münasibətlər üçün bu təhlükəsizliyi təmin etmək üçün, qorumaq üçün birgə səylər lazımdır və bu səylərin biri də Azərbaycanın bu sahədə region ölkəsi ilə münasibətlərin inkişafı haqqında demək olar. Bu bir göstəricidir və düşünürəm ki, bu prosesin gələcəkdə perspektivli olacaq haqqında xəbər verir. Beləliklə, keçirilən birgə təlimlər yalnız hərbi hazırlıq baxımından deyil, həm də qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin real və davamlı nümunəsi kimi dəyərləndirilə bilər.